Bura Amunun məbədidir. Biz bugün səhər tezdən Misirin böyük tanrısı Amunun yuxudan ayılma mərasimində iştirak eləyəcəyik. Yəni Misirin böyük tanrısı Amon gecəni yatmışdı? Bəli. Amun da, ondan sonra gələn tanrılar da gecələr istirahət eləyirlər. Əgər gecə vaxtı bəndə öz tanrısına müraciət eləmək istəsə, onda nə etməlidir? Bəndələr də tanrılar kimi istirahət eləməlidirlər. Tanrılar özlərinə müraciət edilməsi üçün gündüzü qərar veriblər. İçəri gedirik. Yalnız Amunun tərəfdarları və Misir əhalisi keçə bilər. Əcnəbinin daxil olması qadağandır. Bütün kahinlər əvvəlcədən müqəddəs Nil çayında yuyunurlar. Onlar məbədə daxil olmağa hazırlaşırlar. Kahinlərdən başqa heç kimin içəriyə daxil olmağa ixtiyarı yoxdur. Həmin əşyalarla Amunu yuyundurub təmizləyirlər. Onun paltarlarını dəyişib, sonra süsləyir, üstünə ən gözəl ətirləri səpirlər. Bununla da onu bəndələrin ibadəti üçün hazırlayırlar. Yəni heç kim təklikdə ya da başqa yerdə Amuna pərəstiş eləyə bilməz? Xeyr. Tanrı Amuna yalnız məbəddə və bilavasitə onun öz huzurunda sitayiş eləyirlər. Amma mən eşitmişəm ki, Allah hər yerdədir.
Ey ruhu asimanlara ucalan Amun, ey bizim ulu yaradanımız. İndi öz maddi ve cisimden olan bedenine qayıt ki, yeniden bendelerinin ve sana ibadet edenlerin işlerini öz eline alıp, onlara şefaat veresen. Ey büyük uca Tanrı Amun! Ey büyük uca Tanrı Amun! Sülh ve rahatlıkla oyan! Sülh ve rahatlıkla oyan! Ey büyük Amun! Bizim sen olan bu bəxşiş ve qurbanlarımızın mənəvi cövhərlərindən dadaraq, onları yeryüzü ve bəndələrin üçün bərəkətli qıl. Kifayətdir. Götürün kahinlərin ve cemaatın arasında paylayın.
Görürsən Amun necə gözəlləşir? O necə də füsunkardır. Bizi başqalarından üstün elə. İbadət edənlər onun bərbəzəyini götürmürlər ki. Xeyr, kahinlər qoruyur. Heç kimin buna cürəti çatmaz. Belə də olmalıdır. Yoxsa oğrular Amondan oğruluq eləyə bilərlər. Mən elə bilirdim ki, bizi Amon qoruyur. Amma indi bildim ki, Amon kahinlərin və bəndələrin onu qorumasına möhtacdır. Nə fərqi var? Amun bizim sahib olduğumuz ən mühüm və ən yaxşı dəyərdir. Onu qorumaq lazımdır. Bizi başqalarından üstün elə. Sizin üçün bərəkət olsun, mənim bəndələrim. Mən Amun, öz gecə istirahətgahımdan bəndələrin işlərini idarə eləmək üçün qayıtdım. Mənim istəyimlə sübh açıldı və həyat başladı. Gedin, Tanrınız olduğum üçün mənim üçün çalışın. Gedin, çalışın. Mən də sizin ruzinizi öz iradəmlə əda edəcəm. Ey böyük Amun! Bağışlayın, xanım. Bu danışan Amon idi. Məyər görmədin? Niyə? Eşitdim. Amma daş danışa bilməz axı. Amun daş deyil. O bu şəkildə mücəssəm olmuş ruhdur. Məni bağışlayın. Amun ehtiyacsız və qüdrətli tanrıdır. Amma mən bugün onun müxtəlif ehtiyaclarını gördüm. Onun istirahətə ehtiyacı var. Geyimə, zinətə, hətta çimməyə də ehtiyacı var. O hərəkət etməkdə adamlara möhtacdır. Heç özünü qorumağa da gücü yoxdur. Başqalarının köməyindən asılıdır. Məkana, zamana, kahinlərə və çox-çox vasitələrə ehtiyacı var. Yəni geyinib bəzənməyimizlə, yuyunmaq, gəzmək qüdrətinə sahib olmağımızla biz Amundan daha ehtiyacsızıq. Elə deyil. Onun qarşısında zəiflik hiss elədim. O təkcə zahirən uşaqdır. Onun suallarının çoxuna cavab verməkdə aciz idim. Cavablarımın çoxu da elə özüm üçün qaranlıq idi. O çox dərrakəlidir. Narahat olma. Mən onu özümlə məbədə aparıb, hər şeyi ətraflı öyrədərəm. Açığını deyim ki, o məndə Amuna qarşı şək-şübhə oyatdı. Deməli, ovçu özü şikarın tələsinə düşdü. Yaxşı, yemək nə oldu? O qədər azam ki, hətta bir inəyi tək başına yiyə bilərəm. Yemək hazırdır, cənab. Ata hüzn evini tikib qutardı. Bizə kömək eləməyə də icazə vermədi.
Bu koma mənim hüzn evimdir. Ömrümün qalan hissəsini orada yaşayıb, Yusifin fərağını dağlayaraq keçirəcəm. Bu yolun başında onun qayıtmasını gözləyəcəm. Ata, sizcə qardaşım Yusif qayıdacaq? Buna şübhəm yoxdur, qızım. Biz gərək həmişə onun qayıdışını gözləyək. Yusifi unutmaq istəmirsən? Necə unudum? Əgər ölsəydi bir neçə gün yaz saxlayardım, qutarardı. Amma indi onun nə vəziyyətdə olduğunu bilmirəm. Hey, özümə sual verirəm, görəsən indi neynir? Başına nə bəla gəlir? Bəlkə quldurların əlinə keçib, yoxsa qul satanların əlində əsirdir. Onu günaha batırıblar bəlkə. Toxdur, yoxsa ac. Çılpaqdır, yoxsa dollu. Sakit olun, ey Allahın nəbisi. Niyə özünüzə bu qədər əzab verirsiniz? Əzizlərin ölüm qəminin sonu var. Amma hicran və ayrılıq qəmi əbədidir. Bundan belə mən səbirli olmağa qərar verirəm. Yusifi görmək ümidi ilə bu hicran bitənədək intizar çəkəcəyəm. Mənim arabam hazırdır. Bəli, cənab. Onu mütləq özünüzlə aparmalısınız. Bəli. Amunhotep onun haqqında eşidib. Onu həm Amunhotepin yanına, həm də məbədə aparacam. Məncə faydası olmayacaq. Axı o heç də uşaq deyil. O qocaman ağac kimi deyil. Cavan olduğuna görə əyilmək meylinə malikdir. O asanlıqla dəyişə bilər. Mən ona Misir ayinlərinin əzəmətini tanıtdıracam. Gənc Yuzarsif hazırdır. Cənab Putifarın əmrlərinə itaət üçün hazıram. Yuzarsif, araba çox təhlükəlidir. Ehtiyatlı ol. Baş üstə, xanım. Sən narahat olma. Heç nə olmaz. Mən onu arabada öz yanımda saxlayacam. Özünüzdən də müğayət olun. Amonun cangüdən əskərləri iftişaş və zorakılıq törədən mənsəbpərəstlərdilər. Bu anbarlar Amonun məbədinə məxsusdur. Hər məhsul ilə Misirin ən yüksək taxıl növünün çox hissəsi bura toplanır. Hamı da deyir ki, kahinlərin gözü toxdur. Bax, orada gördüyün gözəl bağlar və qadınlar da Amona məxsusdur. Amona məxsus olan əkin sahələrini və malqaranı görmüşəm. Həmin kökəlmiş heyvanlar da məbədin kahinlərinin qarnını doyurmaq üçündür. Buna görə də məbədin kahinləri heç vaxt mənafelərinin itirilməsinə razı olmazlar.
Onların mənafeyini Amondan yaxşı hansı tanrı təmin edə bilər? Bu da Amon tərəfdarlarının hökmranlığını qorumaq yollarından biridir. Hər zümrəni bir yolla müt eləmək lazımdır. Məxluqatın bəziləri ada görə, bəziləri mala, bəziləri yeməyə görə bəndədirlər. Misir xalqı onların əsl simasını tanıyır. İnanmıram ki, daha allansın. Züleyxa xanım elə bilir ki, cənab Putifar mənə Misir cəmaatının əzəmətini və dəyərlərini öyrədəcək. Amma... Əksinə, mən istəyirəm ki, Misir ayinlərinin mənfi və zəif cəhətlərini sənə göstərim. Bax, bura 3-cü Amonhotepin sarayı Misir ölkəsinin möhtəşəm əmirliyidir. Bunlar kimdir? Misirliyə oxşamırlar. Bunlar müxtəlif ölkələrin səfirləri və elçiləridir. Misir hökuməti üçün illik xərac gətiriblər. Xərac nədir? Misir hökumətinin tabeliyində olan ölkələr illik gəlirlərinin bir hissəsini bizim hökumətə ödəməlidirlər ki, biz onları yadellilərin hücumu zamanı himayə edə bilək. Xərac olmadan onları müdafiə edə bilməzsiniz? Əgər bu bac və xəraclar olmasa, Misir öz hakimiyyətini davam etdirə bilməz. Biz də onlara minnətdar olmalıyıq. Bu yırtıcılar Amon məbədinin piyada əskərləridir. Burada dayan. Mən indi gəlirəm. Hərəkət elə. Saxla! 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 Bu tərəfdən gel. Gərək olanın yolunu kəsək. Hərəkət elə! Cənab, yolu niyə bağlamısınız? Əmr eləyin, yol açsınlar.
Əgər bir daha şəhərdə qarışıqlıq salsaz, sizinlə qamçı dili ilə yox, qılınc dili ilə danışacağam. Bir də təkrar olmasın. Amunun məbədi bu təhqiri cavabsız qoymayacaq. Alix Mahuya deyin ki, əskərlərinin vəhşi özbaşınaqlarına son qoyub, onları cilovlasın. Yoxsa Putifardan ağır cavab alacaq. Hərəkət eləyin. Yola düşürük. Amun məbədinin başı pozuq əsgərləri tənbih olunmalıdırlar. Onlar əməlli başlı qudurublar. Mən də sizin kimi qüdrətli qılınc vuran ola bilərəm. Niyə də yox? Əgər həvəsin varsa, Rudamunun yanında məşq elə. Sənin üçün döyüş qaydalarını öyrənmək zəruridir. Cənab Putifar 3-cü Amunhotepin hüzuruna təşrif gətirmək üçün icazə istəyir. Salam olsun iqtidarda olan hökümdar, Misir cəmaatının ağası, tanrıların övladı Əla Həzrət Amunhotepə. Salam olsun bizim layiqli əmir, Misir əzizi Ali Cənab Putifara. Putifar. Bəli, hökümdar. Sən təzəlicə tanrıların emalatxanasında olmamısan? Ali Cənab Amunhotepdən başqa heç kim tanrıların emalatxanasına yol tapa bilməz. Dedim, bəlkə tanrılar öz əlləri ilə bu uşağı yaradaraq sənə hədiyyə eləyə bilər. Bu dürdanəsi kimdir? Mənim yeni müsahibimdir. Onu təzəlicə almışam. Müsahib? Putifar! Sən yetkinlikdən uzaqlaşmısan, yoxsa bu uşaq böyüklərlə uyğunlaşıb? Zahirən uşaqdır, amma şuurca böyük, ağıllı və hazır cavabdır. Necə ağıllıdır ki, hələ Misirin tanrı hökmüdarına baş əyməyi öyrənməyib? Hələ öyrənməyə fürsəti olmayıb mənim hökümdarım. Onu əhv edin. Oğlum, sənin adın nədir? Yusif cənab. Amma müsahiblərin Misir dilində məni Yüzarsif çağırırlar. Yusif İbrani adıdır, cənab əmir. Mənası qəmli və təəssüf edən deməkdir. Bu çöhrəyə qəm yaraşmır. Yüzarsif daha yaxşı addır.
Lap yaxşı Yüzərsiv. Putifar deyir ki, sən çox ağıllısan. Misirin əzəmətini necə görürsən? Düzdür, böyüklər qarşısında danışmaq ədəbdən uzaq sayılsa da, cənab əmir buyurduğuna görə mən də deyəcəyəm. Mənim üçün Misirin əzəmət və böyüklüyü heyrətləndiricidir. Bu mənə uca dağları, yalçın qayaları xatırladır. Amma mən düşünürəm ki, kiçik və yaşıl təpə qoyunların yeməyi ot tapmadığı nəhəng qayalardan yaxşıdır. Sən doğrudan Misirin əzəmət və qüdrətini uca dağlara bənzədirsən? Belədir, cənab. Amma möhtac olanlara xidmət eləsə daha da gözəl olar. Afərin. Afərin, Yüzərsiv. Sən cənab Putifarın iddiasının əsassız olmadığını sübut elədin. Bu təzim Fironun oğluna yaraşmır. Damarlarında Tanrının qanı olan şəxs öz bəndəsinə təzim eləməz. Bu məndən asılı olmadı, ana. Onun əzəməti məni yerimdən qaldırdı. Cənab Putifar təkcə öz müsahibini tanıtdırmaq üçün buraya gəlib? Xeyr, mənim ağam. Amun məbədinin əskərlərinin özbaşınalıq və qudurğanlığından şikayət eləmək üçün hüzurunuza gəlmişəm. Hər gün ümumi keçidlərdə ixtişaş törədirlər. Heç nədən qorxuları yoxdur. Heç bir qanuna riayət eləmirlər. Özbaşınalıqları sonsuz həddədir. Qorxuram ki, onlara qarşı ölçü götürülməsə, onlar bir gün Misirin hakimiyyəti əleyhinə qalxıb çevriliş eləyələr. Amon və məbədin kahinlərinə qarşı çıxmaq küfürdür. Məbədin kahinləri ilə Amona etiqadımız bir deyil. Amona etiqadımız olmaqla yanaşı, kahinlərin hakimiyyət tanımamaqlarına da etinasız qalmamalıyıq. Mən tələsik qərar çıxarmağın əleyhinəyəm. Onlar üçün münasib bir vaxtda, əlverişli bir şəraitdə həyata keçirmək üçün xüsusi planlarım var. Sən gərək özünlə fəxr eləyəsən, Yüzərsiv. Mən hələ sənin kimi ağıllı uşaq görməmişəm. Təşəkkür edirəm, cənab. Mən də sizdən səxavətlisini görməmişəm. Qarşıda ağır döyüş olacaq. Hazır olun.
Cəmaatın içində, hamının gözünün qabağında şallaqla üzmə vururdu. Əgər mən Potifarın yerində olsaydım, sənin kimi qorxaq əmiri öldürərdim. Amma o məni qəfil yaxaladı. Əgər fikrindən xəbərim olsaydı, ona bir an belə imkan verməzdim. Onun mənlə üzləşməyə heç hünəri də çatmazdı. Sahib olduğun yerdə şir kimisən. Amma Potifarın qarşısında tülküdən artıq deyilsən. Bəstir boşboğazlıq elədin, de görüm nə eləmək lazımdır? Nə eləmək lazım olduğunu evinizin qarşısında Hürənitdən niyə soruşursunuz? Nə bilim nə eləmək lazımdır, siz deyin. Şübhə eləmirəm ki, Potifar və onun ağası tanrıların qatı düşmənidir. Xüsusən də Amunun. Amma nə eləmək lazım olduğunu bilmirəm. Onda məlumdur nə eləmək lazımdır. Onları cəzalandırmalıyıq. Özü də möhkəm. De görüm onu kim cəzalandıra bilər? Sən, yoxsa saysız hesabsız əskərlərin? Əgər mənim daha çox əskərim olsaydı, onun inadkar vücudunu tipsdən yox eləyərdim. Əgər sən döyüşməyi bacarsaydın, bugün onu sübut eləyərdin. Potifar və onun ağası Amunhotep. Hər ikisi olduqca qüdrətlidirlər. Əgər sarayla məbəd arasında döyüş baş verərsə, bizim qalib gəlməyimiz məlum deyil. Yaxşı budur ki, münasib fürsət düşənə qədər onlarla ehtiyatlı olub, mülayim davranaq. Rudamon? Bəli, cənab. Savadlı və istedadlı şagirddir. Görüm nə eləyəcəksən. İstəyirəm ki, o güclü və şücaətli olsun. Mən nə eləməliyəm, cənab Potifar? Cənab Potifar istəyir ki, sən yüzar sifət döyüş qaydalarını öyrədəsən. Ona qılıncı oynatmağı, döyüşməyi, ox və nizə atmağı, həm də at minməyi öyrət. Arxayın ol, sənin zəhmətlərin hədərə getməyəcək. Onu öyrətmək üçün bütün bacarığımdan istifadə edəcəm. Arxayın olun, cənab. Mənimlə gəl. Qılınc döyüşü. Bu qılıncdır? Uşaq qılıncıdır. Əlinə polad qılıncı almaq istəyən əvvəlcə taxta qılıncı təcrübədən keçirməlidir. Hazırsan? Özünü müdafiə elə. Afərin. Sən gərək mənim qılıncımın sənə dəyməsinin qarşısını alasan. Afərin. Hazırsan? Əgər əsl qılıncı olsaydı, indi qarnını yırtmışdım. İndi sən vur. Mən sizin qarnınıza vurum? Hə, möhkəm vur. Axı sizə ağrıdar. Ürəyim gəlmir. Nə deyirəmsə, əməl elə. Vur! Lap yaxşı. Özünüz istədiniz.
Xanım, cənab Putifar təşrif gətirdi. Salam olsun mənim qibləgahım, alicənab Putifara. Salam olsun mənim gözəl xanımım Züleyxaya. Burada nə edirsən? Yuzarsifin qılınc döyüşdürməsinə baxıram. Bugün şəhəri gəzməyiniz necə oldu? O gərək ərköyünlüyünü və təcrübəsizliyini kənara qoysun. Bugün araba ilə gedəndə Amonun əskərləri bizi təqib eləyərkən çox qorxdum. Siz Amonun əskərləri ilə dalaşmısınız? Amonun əskərləri tənbeh olunmalıdırlar. Davadalaşdan sonra Yuzarsiflə birgə Amonhotepin sarayına getdik. Bugün Yuzarsif məni başı uca elədi. O çox müdrik və zəkalıdır. Onun gözəl və məntiqli cavabları Fironu heyrətləndirdi. Amonhotep öz boynundakı mirvaridən birini ona hədiyyə elədi. Cavan Amonhotep incini Yuzarsifin boynuna salanda bir-ixtiyar ona baş əydi. Yox, bu mümkün deyil. Orada olanların hamısı sənin kimi təəccüblənərək cavan Amonhotepin bu işinə etiraz etdilər. Mən sənə demişdim axı, o bizə çoxlu xeyir və bərəkət gətirəcək. Düşünürəm ki, o böyüyəndə bənzərsiz hikmət sahibi olacaq. Mən buna çox inanıram.